Hər kəsə salam, Evetçinada sizləri xoş gördük. Bugünkü mövzumuz Forex bazarında ticarət etmək üçün istifadə olunan brokerlər haqqındadır. İlk öncə baxaq broker nədir? Broker ticarətçinin, yəni treyderin bazara çıxmasını təmin edən bir şirkətdir və ticarətçi ilə bazar arasında köprü rolunu oynayır. Çünki treyder birbaşa bazara çıxış olmadığına görə məcburən brokerlərdən istifadə etməlidir. Və bu brokerlər də öz növbəsində belə deyək, treyderin ticarət etməsi üçün, trade etməsi üçün treyderə müxtəlif platformalar təqdim edir. Misal olaraq MetaTrader 4, MetaTrader 5, TradingView və digərləri. Onlar haqqında belə deyək, YouTube səhifəmizdə məlumatlar var, qısa olsa da və həmin və digər platformalar da var və trader də həmin platformalardan istifadə edir. Ümumiyyətlə broker seçimində eee, bəzi belə deyək nüanslar var ki, trader həmin broker seçimində onları nəzərə almalıdır. Və ilk öncə baxaq ki, brokerin əsasən 3 tip brokerlər mövcuddur. Market maker brokerlər var, STP tipli brokerlər var və ECN tipli brokerlər var. Market maker tipli brokerlər sizin etdiyiniz əməliyyatı birbaşa bazara çıxarmırlar. Onlar əməliyyatı demək qarşı tərəf özləri olurlar və siz əməliyyat edən zaman siz həmin market makerlərini, yəni həmin brokerin özü ilə birbaşa ticarət edirsiniz və burada bir nüans ondan ibarətdir ki, məsələ ondan ibarətdir ki, burada biraz şəffaflıq məsələsi sual altında qalır. Digər STP tipli olsun və yaxud ECN tipli belə deyək, broker növləri var ki, demək olar ki, onlar belə deyək, eyni cürdür, lakin müəyyən aralarında fərqləri var. STP tipli brokerlər sizin əməliyyatları birbaşa bazara çıxardırlar. Spreadlər əsasən belə deyək, brokerlərin ən mənim fikrimcə, çünki mən broker seçimində spreadlərə daha çox diqqət edirəm. Çünki bir neçə belə hardasa təxminən bir 10 il falan bundan qabaq bazarda belə deyək, Azərbaycanda Forex bazarında demək olar ki, yerli brokerlərdən tanınan çox az şirkət var idi və biz də təbii olaraq belə də tam qlobal səviyyədə Forex bazarını tam qlobal səviyyədə tam bilmədiyimizə görə bəzən o yerli brokerlərdən istifadə etməyə məcbur qalırdıq və burada da müəyyən məsələlər ortaya çıxırdı ki, spreadlər çox yüksək olurdu. Düzdür, həmin vaxtlar biz həmin spreadlərə elə çox fikir vermirdik, amma zaman keçdikcə trader belə deyək, təcrübə topladıqca artıq spreadin rolunu başa düşür və onun belə deyək, gəlirində, qazancında spreadin rolunun böyük olduğunu anlayır. Ona görə də artıq aşağı tipli, aşağı spreadlər təqdim edən brokerlər üst tutur trader və hal-hazırda Azərbaycanda yenə də yəni bir neçə belə deyək brokerlər olsa da hal-hazırda onların da spreadləri, yəni digər belə deyək brokerlərdən, yəni xarici brokerlərdən daha çoxdur və təbii olaraq artıq traderdə seçim edən zaman spreadləri az olan belə deyək və STP tipli, ECN tipli brokerləri daha çox üstün tuturlar. Çünki orada artıq şəffaflıq var və sizin etdiyiniz, açdığınız əməliyyat birbaşa bazar iştirakçılarına çıxır və ECN tipli belə deyək, brokerlərdə əsasən onlar spreadləri, qiymət fərqlərini də cütlük arasındakı qiymət fərqlərini bazardan birbaşa götürüb treyderə, ticarətçiyə təqdim edirlər və burada onlar demək olar ki, spreadlərə toxunmurlar, lakin komissiyalar var. Komissiyalar haqqında da videomuzun ərzində danışacağam. STP tipli brokerlərdə isə onlar əsasən belə deyək, onlar da əməliyyatlar birbaşa bazara çıxardılar, lakin onlar bazardan əldə etdikləri belə deyək, spreadlərin üzərinə müəyyən qədər spreadlər əlavə edirlər ki, komissiya onlar təqdim etmirlər və broker baxanda, ticarət edən zaman misal olaraq qeyd edirik ki, bizdə komissiya yoxdur, amma spreadlərə baxırsan ki, spreadlər tamamilə fərqlidir. Və buna görə də bu üç tip
broker növlərindən ən uyğunu ya STP tipli brokerlərdir və yaxud EZN tipli brokerlərdir. Ümumiyyətlə, bazarda müxtəlif tip brokerlər həddindən artıq çoxdur. Brokerlərin adını mən şəxsən olaraq qeyd eləməyəcəm. Yəni reklam olmuş kimi bəlkə də ola bilər. Ona görə qeyd etmək istəmirəm. Ona görə və həm də belə deyək, həmin brokerləri daha şəffaflığı üçün özünüz araşdırsanız və yaxud da bəlkə belə deyək, videonun kommentari bölməsinə öz fikirlərini yazsanız və hansıları məsləhət görməmi istəsəniz, məsləhət olaraq, təbii olaraq tövsiyə olaraq, eee, eee, ticarət tövsiyəsi olaraq və daha doğrusu məlumat xarakterli həmin bir neçə brokerin adını qeyd etmək olar. Və mövzumuza qayıtsaq, əsasən brokerlərin qazanc mənbələri də spreadlərdəndir. Çünki broker də belə deyək, qazanc əldə eləməlidir. Spreadlərdən qazanc əldə eləyir. Bəzi brokerlər var ki, onlar belə deyək, komissiya da tətbiq edirlər, yəni spreadləri. Bəzi yox, demək olar ki, əksər spreadləri az olan, yəni brokerlərə baxsaq, görərik ki, həmin brokerlərin komissiyaları mövcuddur. Yəni misal olaraq deyirəm, bir lot üzərindən misal olaraq orada komissiyalar dəyişir. Brokerdən asılı olaraq bəzi brokerlərdə var ki, bir lot üzərindən komissiya $6-dır. Misal olaraq cütükləri götürsək, avro dollara qarşı nisbətini götürsək, $3 avro üzərindən, $3 dollar üzərindən götürür və ümumi bir lot üzərindən $6 komissiya broker özünə götürür. Yəni bu $3 çox az brokerlərdədir. $3, $3.50 sent. Yəni əksər brokerlərdə $4 və üzəridir həmin komissiyalar. Və brokerlərin digər qazanc növü də swaplardır. Swap nədir? Yəni sizin əməliyyatınız açıq qalır. Bu gün misal olaraq əməliyyat açmısınız və sabaha əməliyyatınız açıq qalırsa, swap gəlir və həmin swapdan da belə deyək, brokerlər qazanc edirlər. Düzdür, bəzi İslam şəriət qaydalarına uyğun olaraq bəzi belə hesab növləri var ki, onlarda swap yoxdur, yəni heç bir faiz gəlmir üstünə. Lakin açıq əməliyyatı bir neçə gün saxladıqda həmin broker komissiya tutur. Yəni bunlar arasında da fərqlər var. Ümumiyyətlə brokerlərin özünə məsəl olaraq belə deyək, saytlarına girib baxsaz, görərsiniz ki, brokerlərin özlərinin öz daxillərində də müxtəlif hesab növləri təqdim edirlər. Standart var, aşağı spreadli var, komissiyalı olan var, komissiyasız olan var və hamısının da fərqli qaydaları var. Yəni onları qaydaları mütləq şəkildə oxumaq lazımdır. Və ən əsas və brokerlərin əsas etibarlıq belə deyək, məsələləri var və burada etibarlıq məsələlərini araşdırmaq mütləq şəkildə lazımdır. Bəzən düzdür, sosial şəbəkələrdə olan belə deyək, marketinq əslində yaxşı bir şey deyil, amma marketinq addımları var ki, əsasən axtarış verən zaman, misal olaraq da təzə ticarətə başlamaq istəyən belə deyək, ticarətçilər və yaxud da praktikası olan treyderlər də ola bilər. Uzun zamandır və yaxud da istəyir broker dəyişsin. Çox vaxt Trust Pilot üzərindən belə deyək, axtarış eləyirlər və həmin broker haqqında kommentarilər həmin səhifələrdə olur ki, müəyyən nəinki Trust Pilotda və digər səhifələr də var ki, orada belə deyək, kommentarilər yazırlar həmin broker haqqında. Lakin bəzən olur ki, həmin kommentarların əksəriyyəti düzgün olmur və bu da belə deyək, brokerə etibarlılığını biraz etibarını azaltmır. Yəni trader olaraq sən baxırsan ki, hə, falan broker haqqında yaxşı bir belə deyək, rəy yoxdur və həmin brokerdən uzaqlaşırsan, amma real olaraq həmin broker çox yaxşı brokerdir. Və əsasən lisenziyaya baxmaq lazımdır. Lisenziyadan əlavə də ümumiyyətlə keçdiyi bir mərhələ olmalıdır. Həmin mərhələ ərzində belə deyək, digər sosial şəbəkə belə deyək, saytları var ki, orada forumlar var ki, orada traderlər öz fikirlərini, real traderlər, artıq orada real traderlər öz fikirlərini bildirirlər. Onları girib həmin
brokerlər haqqında məlumat almaq olar və ondan əlavə, lisenziyadan əlavə əsasən də bəzi brokerlər var ki, burada sənin yatırım edən zaman və yaxud çıxarış edən zaman fərqli-fərqli belə çıxarış növləri və yaxud yatırım növləri təqdim edirlər. Son zamanlar əksər brokerlərdə belə deyək, kripto üzərindən çıxarış və yatırım artsa da, bəzi brokerlər hələ də ondan istifadə eləmirlər. Burada əsas məsələ seçili pulların yuyulması məsələsidir ki, bəzi brokerlər bundan belə deyək, ehtiyat edirlər. Və əsas digər məsələ həmin brokerin təqdim etdiyi platformaların stabil işləməyidir və belə deyək, xəbərlər zamanı və yaxud da digər belə deyək, günlər ərzində xüsusən də misal olaraq belə deyək, cümə günü ərzində görürsən ki, manipulyativ hərəkətlər edib, belə deyək, platformaya daxil olub, platformanı da hər hansı bir dəyişiklik etməsinlər. Yəni platformanın stabilliyi, normal işləməyi, sən əməliyyat açırsan, əməliyyatın dərhal icrata keçməyi saniyələr içərisində və əməliyyatı bağladıqda da dərhal əməliyyatın saniyələr içərisində bağlanması bu vacib belə deyək, nüanslardan biridir və bundan əlavə də müştəri dəstəyi, brokerlərin müştəri dəstəyi ümumiyyətlə yüksək səviyyədə olmalıdır. Çünki istifadə əgər məsəl olaraq mən treyderəmsə, hər hansı bir brokerdən istifadə edirəmsə, brokerin xidmətindən istifadə edirəmsə və ora yatırım edirəmsə, təbii olaraq mən ora yatırım edirəm və o həmin xidmətindən istifadə edirəm. O da bir müştəri kimi mənim xidmətimdə dayanmalıdır. Ən əsası da müştəri xidmətləri dərhal cavab verməlidir. Bəzən olub, elə hallar olub ki, müştəri xidmətləri çox gec cavab verirlər və bu da istər-istəməz dərhal sən misal olaraq hər hansı bir mövzu haqqında dərhal cavab almaq istəyirsən və yaxud da çıxarışın gecikir və yaxud yatırım eləmirsən, yatırımın tam oturmayıb balansa, yəni bu hallar kimi hallar baş verməsin deyənə dərhal müştəri xidmətləri dərhal ümumiyyətlə müştərinin xidmətinə dayanmalıdır və dərhal cavab verməlidir. Və təbii ki, burada e-mail üzərindən də müştəri xidmətlərinə e-mail üzərindən də çıxmaq olar və WhatsApp üzərində orada yenə brokerlərdən fərqli olaraq bəzilərində belə deyək, öz səhifələrində canlı dəstəyi var, bəzilərində e-mail üzərindən istəyirlər, bəziləri ümumiyyətlə WhatsApp üzərindən yazışma tələb edirlər. Yəni brokerdən brokerə fərqlər var. Ona görə də istənilən halda siz brokerdən istifadə edən zaman və danışdıqca düşünürəm ki, başqa hansı məlumatları çatdırmalıyam. Brokerdən istifadə edən zaman ən əsas lisenziya məsələsinə baxmaq lazımdır. Belə deyək, çalışıb müəyyən qədər bir tarixçəsi olan brokerdən istifadə etmək lazımdır və sosial şəbəkələrdə nə dərəcə aktivliyi var və ümumiyyətlə hansı belə deyək, hansı çıxışları olub, hansı müsabiqələrə qatılıb və hansı misal olaraq forumlar olur. Deyəsən keçən il səhv eləmirəmsə Dubayda forum olmuşdu Forex üzrə. Orada həmin misal olaraq bir neçə brokerlər var idi. Orada studentləri var idi, çıxışları var idi, YouTube səhifələrində də var. Və bunları ümumiyyətlə nəzərdə saxlamaq lazımdır və ondan əlavə onların spreydləridir və spreydlərdən sonra belə deyək, platformanın stabil işləməyidir, müştəri xidmətidir. Yəni bunların hamısı cəmləşən elə bəzi broker, ümumiyyətlə onu deyim ki, istənilən broker haqqında mənfi fikir var. Ən yaxşı brokerləri misal olaraq mən araşdırmışam. Yəni onlar haqqında da mənfi fikirlər var. Bəziləri yenə də deyirəm, bu biraz belə deyim, mənfi marketinqdir, qara marketinqdir. Bilərəkdən misal olaraq bir neçə şəxsləri məcbur yoxdur, onlara müəyyən bəlkə də pul qarşılığında deyim, nəyisə qarşılığında mənfi rəylər yazmağı onları belə deyim, məcbur edirlər. Halbuki həmin brokerlər stabil işləyir və hər bir şey də belə deyək, cəmlənib. Hər bir demək, yaxşı detalda həmin brokerdə var. Lakin bəzi brokerlər var ki, həqiqətən də çox belə idealdır, spreydləri də, dəstək xidməti də,
ümumiyyətlə müsahibələrdə çıxışı və digər bəzi belə deyək proqramları da dəstəkləyirlər. Bəzi yarışların da belə deyək dəstəkçiləridirlər, sponsorlardılar belə deyək. Amma kripto üzərindən çıxarış yoxdur. Və bəzən elə treyderlər var ki, misal olaraq mən düşünürəm ki, kripto üzərindən çıxarışı olan belə deyək brokerlər mənim üçün belə deyək daha əlverişlidir. Ona görə də elə brokerləri axtarıb tapmaq yaxşı olur. O da biraz çətin olur. Amma bəzi brokerlər var ki, həqiqətən də yəni bu saydığım, sadaladığım nüanslar həmin brokerlərdə cəmlənib. Ümumiyyətlə brokerlər haqqında demək istədiyim məlumat bunlar idi. Başqa belə deyək, fikirləşirəm ki, qısa bir məlumat olaraq bunları təqdim eləsəm, bunlara riayət olunsa, yəni yaxşı bir broker seçmək mümkündür. Və təbii olaraq siz ticarət edən zaman stop loss və take profit də qoyursunuz. Stop loss'un və take profit'in işləməyi də təbii olaraq düzgün şəkildə işləməyi, şəffaf şəkildə işləməyi də brokerdən asılıdır. Mən misal olaraq neçə dəfə eşitmişəm take profitə gəlir, misal take profit qoyub həmin açılan əməliyyat gəlir take profitə çatır, take profit'i bağlamır və yaxud zərərə düşür, zərəri bağlamır, yəni stop loss'u qoyub stop loss'u bağlamır. Və bu kimi brokerlərdən təbii olaraq uzaq durmaq lazımdır. Və brokerlər haqqında əsasən mən forex brokerlər haqqında danışdım. Kripto və səhim brokerləri haqqında danışmaq olar, amma mən əsas istiqaməti bu üzrə götürmüşəm deyənə, yəni bu haqda danışdım və təbii olaraq forex brokerləri var ki, yəni onların öz daxilində də onlar məsələn həmin brokerləri ticarət etmək üçün səhmlər üzrə ticarət edə bilərsən, kripto üzərində ticarət edə bilərsən və bunlar da təbii olaraq mövcuddur. Düşünürəm ki, forex brokerlər haqqında bir hardasa təxminən bir 20 dəqiqəyə yaxın olar ki, danışıram. Məncə kifayət edər. Bu mövzuyla bağlı bu qədər. Hamıya uğurlar. Hamıya uğurlar və təbii olaraq səhifəni bəyənib, abunə olmağı və öz fikirlərinizi bildirməyi unutmayın. Allah amanında.